Elə elin örtbasdır olsun, qonşu bilməsin. Ona buna danışma, yoldaşın belədir, xanım, ona buna demə. Örtbasdır elin. Hə, desən də ki, islahat üçün kiməsə deyərsən ki, o gəlsin, bu islah eləsin, başqa da istisna. Da ona buna dəxilsiz adamlara danışma. Yolda keçsən 2 dəqiqə görüb, onu başlayıb söhbət eləməyə. Mən çox səmimiyəm. 2 dəqiqə necə səmimi oldun? Bu yolda tapıb bundan, görüşüb, bundan dərdləşir. Dərdləşməyin də bir yiyəsi var. Adam hamı ilə dərdləşməz ki, kimə gəlib danışmaz ki. O adamla dərdləşərsən ki, bu xeyri var, faydası var. Nəsə nəticə olacaq da. Kimə gəldi niyə danışırsan axı? Adam dilindən yiyə çıxar. Davamını deyim. Fə innəllaha qafurun rahim. Allah siz belə söz qafurdur, bağışlayar və rəhimlidir. Sonra buyurur: İnnəma əmvalukum və əvladukum fitnəsun. Bu mallarınız, pullarınız hamısı imtahandır. Mallarınız, övladlarınız hamısı imtahandır. Vallahu indahu əcrun əzim. Əcr əzim, böyük əcr, mükafat Allahın yanındadır. Elə eləyin balavuz Allahla sizin aranıza girməsin. Elə eləyin ailə Allahın aranıza girməsin. Görürsən amma necə atmırsan ailəni. Üslubu da deyir Allah.